Azərbaycan dilinin qoruyucusu, mühafizəçisi xalqın özüdür. Bu baxımdan ünsiyyətə qoşulan hər bir kəs düşüncə və savadından, mövqeyindən, yaşından asılı olmayaraq Azərbaycan dilinin qayda qanunlarını bilməli, aydın, rəvan, səlis danışmalıdır. Mütəxəssislər belə hesab edirlər ki, danışıq mədəniyyəti geyim mədəniyyətindən sonra gələn ən vacib məqamlardan biridir. Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Teleradio Akademiyasında mediada Azərbaycan dili təlimləri çərçivəsində Azərbaycan dilinin rolunu müzakirə edəcəyik. Qonağımız Azərbaycan Respublikasının əməkdar artisti, nitq mədəniyyəti üzrə mütəxəssis Sevda Ağazadədir. Xoş gördük Sevda xanım. Xoş gördük. Təliminiz necə keçdi? İnanırsınız, təlim elə keçdi ki, heç biz vaxtın necə gəlib getdiyini də hiss eləmədik. Yəni, çox maraqlı keçdi, müzakirələr oldu. Sevda xanım, mövzunuz gözəl səs, səlis danışıq, uğura aparan yol. Uğura aparan yolda gözəl səs və səlis danışığın nə kimi rolu var? Ümumiyyətlə, gözəl səs, düzgün danışıq, yəni bu keyfiyyətlər hər bir insana xas olmalıdır. Biz öz doğma Azərbaycan dilimizdə gözəl, düzgün danışmalıyıq. Xüsusən də media nümayəndələri. Yəni, gözəl səsə malik olmaq, düzgün danışmaq, səlis danışmaq media işçilərinin peşə keyfiyyətlərindən əsasıdır. Yəni, onlar bu keyfiyyətlərə mütləq malik olmalıdırlar. Bu keyfiyyətlər həm də insanları həm şəxsi, həm də iş həyatlarında uğura aparan yolun elə bir ki, açarıdır. Sevda xanım, illərin təcrübəli aparıcısı kimi efir zamanı həyəcanın azaldılma yollarından danışardıq. Bu artıq elə bil efirdə aparıcının və yaxud media nümayəndəsinin, müxbirin psixoloji tərəflərinə artıq biz toxunuruq. Həyəcan həmişə olmalıdır. Bizə gözəl diktorumuz, Allah ona rəhmət eləsin, Rafiq Hüseynli həmişə deyirdi ki, həyəcanlısınız, efirə çıxanda biz də cavanıq, istəmirik də həyəcanımızı bildirək və deyirdi ki, yox, həyəcanlı deyilik. Amma o bizə deyirdi ki, mütləq həyəcan olmalıdır. Həyəcan nədir? Həyəcan məsuliyyət hissidir. Sən məsuliyyət hiss eləyirsən ki, həyəcanlanırsan da. Yəni, baxmayaraq ki, mən 43 ildir televiziyada işləyirəm, mən yenə də indi sizin qarşınızda həyəcanlıyam. Həyəcan olmalıdır. Amma biz o həyəcanı ələ almalıyıq, cilovlamalıyıq. Tamaşaçı o həyəcanı görməməlidir. Tamaşaçıya maraqlıdır ki, sən ona hansı bilgini verəcəksən. Maraqlı danışsan, gözəl, düzgün danışsan, onda sənin bütün danışığı tamaşaçı qəbul edəcək. Amma səmimi olmasan, fikrin özündə qalsa, mən necə görünürəm, görəsən mənə kimlər baxır, onda tamaşaçı da sənin o səmimi olmadığını görür və yorulur səndən. Bir 5 dəqiqədən sonra kanalı çevirir. Ona görə də həyəcanı elə cilovlamaq, elə gizlətmək lazımdır ki, o hiss olunmasın. Amma həyəcan həmişə olmalıdır. Sevda xanım, qeyd etdiyiniz kimi, gözəl danışmaq təbii ki, lazımdır, vacibdir. Bəs onun üçün ilkin olaraq hansı addımlar atılmalıdır? Hər bir insan öz dilində düzgün, gözəl danışmağı bacarmalıdır. Gözəl danışıq üçün də biz əlbəttə ki, artıq sözlərdən istifadə etməməliyik. Səsimiz yerində qoyulmalıdır. Səs tonumuza, tembrimiza, intonasiyamıza fikir verməliyik. Ona görə də mən dərsə başlayanda əvvəlcədən elə bil səslə başlayıram. Gözəl səsə malik olmaq üçün nəfəs düzgün alınmalıdır. Mən həmişə 4 məşhur metoddan bəhs edirəm. Düzdür, yoqlarda 100-dən çox nəfəs alma metodu var, amma mən onların aparıcıları lazım olan 4 metodundan söhbət açıram. Yəni, özləri seçsinlər, hansı nəfəs alma onlara daha yaxındır, o cür nəfəs almağı bacarsınlar. Və bir də nəfəs almadan başqa, biz bilirik ki, biz cümlələrlə danışırıq, cümlələr sözlərdən ibarətdir, sözlər də hərflərdən ibarətdir. Biz hər bir hərfi düzgün deməyi bacarmalıyıq. Biz əgər hansısa bir hərfi düzgün deyə bilməsək, bizdə qüsur olsa o hərfi deməkdə, onda biz sözü də düzgün deməyəcəyik. Ona görə hər bir hərfin üzərində işləmək üçün də onun öz üsulları var. Hərfləri də gözəl bilirik, sözləri də gözəl deyirik, indi cümlələri deməliyik. Cümlələri də deyəndə
artıq sözlərdən istifadə etməməliyik. Onun da öz yolları var. Yəni artıq sözlərdən istifadə etməmək üçün mən həmişə tələbələrimə 3-4 üsul deyirəm. Yəni o üsullarla biz işləyirik və artıq sözlərdən 1-2-3 aydan sonra vərdiş edirik və görürük ki, biz artıq o sözlərdən qurtulmuşuq. Bir də söz ehtiyatı çox olmalıdır gözəl danışıq üçün. Onun da öz yolları var. Söz ehtiyatı, əlbəttə ki, söz ehtiyatı olmaq üçün çoxlu mütaliə etmək lazımdır. Gündəlik dünyada baş verən hadisələri izləmək lazımdır. Və mən həmişə tələbələrimə tövsiyə edirəm ki, günün sonunda az, kiçik bir şəkildə bunları qeyd etsinlər. Bugün nə oxudular, bugün hansı yeni biliklərə malik oldular. Kiçik, konkret şəkildə. O da söz ehtiyatının, yəni artmasına onlara əlbəttə ki, kömək olacaq. Sevda xanım, müasir dövrdə televiziya və radiolarda ən çox hansı səhvlərə rast gəlirik? Daha çox biz rast gəlirik, artıq sözlərdən çox istifadə olunur. Başqa millətlərdən gələn sözlər var. Bax, o sözlərdən çox istifadə olunur. İndi siz təsəvvür edin ki, illərlə təcrübə qazanmaq lazımdır ki, o sözlərdən biz qurtulaq. Onun da öz yolları var. Artıq sözlərdən necə qurtulaq? Onun da öz üsulları var. Mən onları tələbələrimə keçirəm. Bir də elə sözlər var ki, onlar eyni mənanı verir. Pleonazmlar adlanır bunlar. Onlardan da qurtulmağı biz öyrənirik. Yəni çoxlu yazılar yazırıq, süjetlər yazırıq və elə bil o 2 dəfə təkrar olunan eyni sözlərdən, yəni o yolları öyrənirik ki, biz onları necə istifadə eləməyək. Məsələn, may ayında tətilə çıxdıq. Burada ayında sözü artıqdır. May bilirik də aydır. Mayda tətilə çıxdıq. Və yaxud 2 addım geri çəkildim. Geri sözü burada artıqdır. 2 addım çəkildim. Bir də daha çox soruşdunuz hansı sözlərə rast gəlinir? Öz sözü. Məsələn, mən deyirəm ki, mən öz kollektivimdəyəm. Yəni, biz öz kollektivimizlə haraysa getdik. Niyə? Biz kollektivimizlə haraysa getdik. Yəni, öz sözü burada işlənməməlidir. O sözü biz çox işlədirik. Falan sözü, özünüz bilirsiniz ki, indiki cavanlar 2 sözdən bir falan, falan. Falan sözü ümumiyyətlə Azərbaycanca yoxdur. Filan var, falan yoxdur. Yəni, bunları hamısını, çox misal çəkmək olar. Bunları əlbəttə ki, biz dərslərdə keçirik, təlimlərdə keçirik, məşğələlərdə təkrar eləyirik ki, efirdə bunlar təkrar olunmasın. Sevda xanım, niyə gənc jurnalistlər daha çox xarici sözlərdən istifadə edir? Mən indi belə deyəcəm, məsuliyyət yaxşı şeydir. Yəni, məsuliyyət olanda görürsünüz ki, çəkinirsən o sözlərdən istifadə eləməyi. İndiki cavanlar da görürsünüz, ingilis dilində oxumağı bacarırlar, ingilis dilini bilirlər, başqa ölkələrin televiziyalarına baxırlar, ədəbiyyatını oxuyurlar, yəni biliklərini artırmaq üçün. Əlbəttə ki, oradan bu irəli gəlir, amma bir də məsuliyyət olmalıdır. Biz, məsələn, efirə çıxanda bizim dövrümüzdə bir sözü düz deməyəndə, inanmayacaqsınız, 6 ay kadr arxası mətnləri keçirdik. Biz efirdə görünməyə ixtiyarımız yox idi. Yəni, onun məsuliyyətindən biraz özümüzü yığışdırırdıq və çalışırdıq ki, o artıq sözlərdən istifadə eləməyək. O xarici sözlər, artıq sözlər. Amma indi özünüz bilirsiniz ki, belə azadlıq daha çox efirdə var da, o efir azadlığı. Yəqin ki, ondan irəli gəlir. Sevda xanım, aparıcılar və gənc jurnalistlər üçün səs mədəniyyəti niyə vacibdir? Əgər sənin səsin gözəl deyilsə, yerində deyilsə, səsin yerinə qoyulmayıbsa, tamaşaçı tez yorulacaq və o kanalı çevirəcək. Ona görə mütləq aparıcının, müxbirin, ümumiyyətlə efirə çıxan media nümayəndəsinin səsi yerində, mən ilk növbədə yerində deyirəm, olmalıdır və gözəl olmalıdır. İstənilən səsi yerinə qoymaq olar. Bilirsiniz də Alla Pugaçova nə deyib? Deyib ki, istənilən adam oxuya bilər, mahnı oxuya bilər. Tək ki, müəllimi yaxşı olsun. Ona görə istənilən səsi yerinə qoymaq olar.
Sevda xanım, vaxtilə Teleradio Akademiyasında mən də sizin tələbələrinizdən biri olmuşam. Dərsdə hər zaman bizə Azərbaycan dilinin, ədəbi dilinin saflığının qorunmasının vacibliyini vurğulayırdınız. İndi bizi izləyən gənc jurnalistlərə nə tövsiyə edərdiniz? Bilirsiniz, nəinki gənc jurnalistlərə, ümumiyyətlə mən hamımız, bizim hamımız Azərbaycan dilinin saflığını qorumalıyıq. Bu yaxınlarda cənab prezidentimiz İlham Əliyev də yerli televiziyalara müsahibəsində vurğuladı ki, Azərbaycan dilinin saflığını qorumaq hər birimizin vəzifəsidir. Mən də gənc jurnalistlərə arzu edirəm ki, Azərbaycan dilinin saflığını hər dəqiqə qorusunlar. Çünki bizdən sonra gələn nəsillər, yəni onlara baxan, onlardan cavan nəsillər onlara baxır və onlardan öyrənir. Onlar dilimizin saflığını qorumalıdırlar ki, onlardan sonra gələn nəsillər də o gözəl dilimizi başqa nəsillərə, sonra gələn nəsillərə ötürə bilsinlər. Təşəkkür edirəm Sevda xanım. Mən təşəkkür edirəm. Mən Teleradio Akademiyasına da təşəkkür edirəm. Belə gözəl, aktual bir mövzuya toxunublar. Bu təlimlər indiki cavanlar üçün, media işçiləri üçün olduqca vacibdir. Belə, əziz tamaşaçılar, ümid edirəm söhbətimiz həm jurnalistlər, həm də dilimizi sevən hər kəs üçün faydalı oldu.